Hə, Zakir qardaş, mən o deyirdim axı ki, yəni mən bir gün qaydanı pozdum və gecə saat 3-də yuxudan mən oyatdım. Məcbur ki, mən artıq yüngül bayıra gedə soğudum. Çünki saat 10-da İqturun Qaragilən dəmləməsini içmişdim. Mən onu içməli deyildim o vaxtda. Mən uzağı saat məsələn 8-ə 9-a qədər bunları tamamlayıram. Təkrarsız kimi olmasın. Bayaq elə bildim ki, nəsə yadımdan çıxıb, indi qayıtdı, yadıma düşdü, yadımdan çıxmaz. Baxın, yenə deyirəm, ola bilsin, düşünəsiz, deyəsiz ki, bu nə yaşayışdır? Mənə çox deyirlər. Hə, bax, bunu. Bu nə yaşayışdır? Əgər Allah iraq eləsin, elə hesab eləyək ki, da bizim kimi heç kim olmasın. Da bununla da qutarsın da, yəni belə problemi, bəlası, xəstəliyi olan adamlar olmasın. Əgər varsa, elə mən özümü götürək olmalıdır. Zaten o xəstəlik bizə heç nə qoymurdu ki, eləyək. İndi, məsələn, kimsə yazır ki, deyir ki, mən saat 6-da gedirəm kubik boşaltmağa. Biz onsuz onu eləyə bilmirdik ki. Yəni, xəstəlik imkan vermirdi də biz gedək kubik boşaldaq. Zaten zəlil idik də. Yəni, elə ondansa saat 6-da durub suyumu içirəm və yaxud da turba idmanını eləyirik. O həmin ki, o hamının sizin sağlam adamların gördüyü işlər ki var, o həmin vaxtda gedirdiniz filan iş görürdünüz, at çapmağa, quş quşlamağa, o qoğlamağa gedirdiniz. Biz o vaxtı üşürdük də, biz xəstə idik. Biz onsuz həkimlərin qapısında durmuşduq. Və mən düşünürəm ki, mən onsuz da bir saat həkimin qapısında dururdum, həkimi gözləyirdim də. İndi o vaxtı, o qapıda gözləməkdənsə elə bunu yürüyüşə sərf edeyim də. Biz bunu xəstələr üçün deyirik, yəni iraq sağlam adamlardan. Əgər probleminiz varsa, həkimin növbəsində durmaqdansa, səhər-səhər dur, həmin bir saatı yürüyüş elə, təmiz hava qəbul elə də, ağciyər və təmiz oksigen ötür. Biz deyim ki, KAMAZ şoförünə aid deyil, sağlam adama aid deyil. Yəqin onlar baxıb gülürlər ki, bunlar nə danışır? Biz maşını saxlayaq. Çoxu deyir ki, sən bekarsan. Qardaş, sən bekarsan, mən suyu içeyim, gözləyim, 20 dəqiqə keçsin, sonra yemək yeyim. O gülünç ki görünür, o adamlara biz demirik. O ki də ölür, iynəyə, dərmana pulu çatmır. Bunları o adamlara aid. Yollar axtarır, sağlamlığın bərpa eləsin. O insanlar buradan səslənir. Biz o insanlar üçün danışırıq. Yəni kimə maraqlı deyilsə, da heç olmasa müdaxilə edib adama sataşmayın da, yəni sözün mənasında. Çünki bu biz Allah üçün bu videolar çəkiriksə, Allah üçün də insanların qəlbinə, xətrinə dəyməyin. Vallahi ki deyirəm ki, yollar axtarır bu dəqiqə, yaşamaq istəyir də cavan insanlar var. Xəstəliklərdən beziblər. Biz o insanlar üçün danışırıq ki, ürək dolusu danışırıq. Çünki biz özümüzü sağaltmışıq. Deyirik ki, yol var da, yəni yol budur. Gəl sağlam həyat tərzinə düzgün qidalan, yatmağa diqqət elə, vaxtında dur, biraz yürüyüş elə. Bax, belə də, yəni ki, ürəklə ona görə danışırıq biz. Və sonda, belə deyək, bu son olmaya da bilər, ola bir yadımıza düşsün, yenə nəsə çəkək. Əgər heç nə eləyə bilmirsinizsə, KAMAZ şoförüsünüzsə, adam daşıyırsınızsa, samolyot sürürsünüzsə, gəmici sürürsünüz, gecə növbəsinə çıxırsınızsa və deyirsiniz ki, biz heç nə eləyə bilmirik. Burada şəkərdən də imtina elə bilmirsən, etmək istəmirsən, yemə də bu şəkəri. İndi qadınlar, xanımlar ola bilsin, desin ki, yox, mən bir gün şəkər yeməsəm, dəli olar. Baxın, izah edeyim sizin ki, siz şəkər yeməyəndə niyə dəli olursunuz? Dəli olan siz deyilsiniz. İçəridəki qurtlar. Onların yemlənmək vaxtı gəlir, çatır. Necə ipək qurtlarını yemləyirsiniz? Onlar acırlar, sənə deyirlər ki, şəkər gətir. Acan sən deyilsin. İçəri qurtdur səni çağıran. Şəkəri o qurda ötürürsən. Onun əvəzinə siz xurmadır, kişmişdir, baldır, istifadə eləyin də. Kim demir ki, yəni biz demir ki, şəkərə konkret test qoyun. Bal bizim həyatımızda olmalı. Bizim həyatımızda olmalı değil mi? Hə, bu yürüyüşə qayıdaq. Baxın, ibtidai insan, təbiət insanı yaradanda, təbiət haradan biləydi ki, insan öz başına bəla açacaq, maşın düzəldəcək. Təbiət insanı yaradanda qurşaqdan yuxarı üçün ürəyi qoydu və yaxşı aşağını hərəkətə gətirməli idi, aşağını da ayaqlar hərəkətə gətirməli idi. Ürək qurşaqdan yuxarıdakı qanı nasosla vurur. Bunun işi buradan yuxarıdır. Aşağılar ayaqların öhdəsinə düşür. Təbiət insanı, ilahi pərverdigara, Allah insanı yaradanda maşını da ilahi nəzərdə tutmamışdı. Lakin nəzərdə tutmuşdu, sonra insan maşın yaratsın, otursun maşına. Belə bir şey yox idi. Ayaqları yaratmışdı.
Bunlar hərəkət etməlidir. Necə ki, bu kömək edir oturan yerdə, özünüz düşünün ki, yaxşı, bu yuxarını işlətdi, bu aşağıya çatdıra bilmir axı. Düzdür, aşağı. Uşaqlarda elə deyil, uşaqlarda ürək ritmi sürətlidir. Onlarda ötürür. İnsan yaşlaşdıkca ürəyinin sürəti azalır. Tamam. O qanı ora ötürə bilmir. Onu, belə deyək, dırnaq arasında, digər ürəyin öhdəsində buraxıb, bu işləri ayaq görməli idi. Ayaq görməli idi. Yəni, mənim ayaqlarım o həddə gəlib çatmışdı ki, üşümək keçmişdi ağrımağa. Ayaqlarımı toxuna bilmirdim. Tuturdum, toxuna bilmirdim. Başladım pəhriz eləməyə. Və gördüm ki, dağdan aşağı düşəndə, Lerikdə kəndimiz dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşirdi. Gördüm ki, orada dağda, duman, çən, dəniz səviyyəsindən yüksəklik və aşağı düşəndə, dəniz səviyyəsindən aşağı düşən kimi səhətimdə dəyişiklik hiss edərdim. Görərdim ki, bir xeyli fərq verir. Başa düşürsünüz, can necə bir şeydir? Mən canımı götürdüm, öz vətənimi, doğma kəndimdən iş yerimi dəyişdim, düşdüm aşağı şəhərə, dəniz səviyyəsindən aşağı düşmüşəm. Düzdür, indi burada kətdə yaşayıram. Məqsədim də ömür boyu kətdə yaşamaqdır. Masallıdayım, amma kətdəyəm, yenə kəndi seçmişəm. Özüm üçün göm göyərti, tərəvəz, toyuq cücə, həm hərəkət düzəltmişəm özüm üçün, həm də qida düzəltmişəm. Və məqsədim də həmişə kətdə yaşamaq olar. Yəni, şükürlər eləmişəm ki, imkanınız varsa siz də göyərtisiz süfrəyə oturmayın. Keçən dəfə rayona getmişəm, sözünüzü kəsirəm, üzrlü sayın. Şimdi keçmişdə mən belə qidalanmışam da. Mən anama deyirəm ki, ana gətir bir tikə, nəsə yeyimdən, qida gətirməlisin. Nəsə gətirdi bir neçə dənə qida. Göyərtiyə aid bir dənə bir şey gətirmədi. Gözləyirəm axı, deyirəm, ana göyərti, deyirsən göyərti yemişdim bu vaxta qədər. Keçmişimə baxdım ki, ilahi, mən bədəni neyləmişəm? Göyərtisiz süfrəyə oturmaq olmaz, qəti olmaz. Ət istəyirsiniz, əvvəlcə göyərti, tərəvəz, bunu deyim, tərəvəz göyərti gedir. Gedir. Yəni o uzlaşma filan dəxli yoxdur, onlar da gedir. Qurbanı olduğum onları elə yaradıb, vurun bir-birinə, ötürün, üstündən ət istəyirsiniz, ət yiyin biraz. Sonra üstündən yenə də yeyin. Amma ortada su olmaz. Yox, qəti olmaz. O orqanizm orada başlayır işləməyə, mədə başlayır işləməyə, həzmə, siz orada su tökürsünüz. Elə bil əhəngin üstünə su tökəndə nə baş verir? Orqanizmdə o baş verir. Yeməyin ortasında su içən adamlar ola bilər bu yerdə bir dənə ağzını əysinlər, onlar nə danışır, amma... Mən özüm balonla içmişəm, ishal qutarmırdı məndə, hara qutar? Düzələrdi o? Suyu yığışdırdım, düzəldi qayıcamız. Bunların biz heç birini yuxuda görməmişik, ya nağıl kitablarında oxumamışıq, ya da təsadüfi adamlar biz üçün danışmıyıq. Bunlar böyük alimlər, təbiblərin yazdıqlarını oxumuşuq. Ola bilər oxumaq imkanı. Oxumaq da qırağı yaşayırıq. Ya bizim başımıza gəlib, yox, məsləhət verdiklərimizdən danış. Ola bilər adam var oxumağa vaxtı yoxdur, adam var oxumağa gözü yoxdur, yəni qocalıb gözü görmür. İndi bəzi şeylər oradan oxumuşuq, indi sizdən soruşmaq istəsəz kömək edərik, deyə bilərik. Biz Allah üçün deyirsiniz. Yəni, belə bir şeylər. Yəni, kitabın hesabına, oxumağın hesabına, heç ümumiyyətlə məsləhətdir ki, evdə balacalara da, kiçiklərə də məsləhət edin ki, yəni, oxusunlar. Necə ki, dedim, ürək yuxarını hərəkətə gətirir, ayaqlar aşağını, insanın beyninin də muskulu var, əzələsi var. Biz bu bədəni ağırlı qaldırmaqla, jimlə düzəldirik. Bunun işi kitabdır. Yəni, biz hardan sağlam həyat tərzinə yol tapa bildik? Kitablar bizə öyrətdi ki, çarəsi tapmaq üçün nəyisə etmək lazımdır da. Yəni, oxumağı da sizə məsləhət görürük. Nəyisə oxuya da bilməsəz, bizlərə məsələn yazın, müraciət edin, deyək ki, məsələn, filan şey, filan. İndi nə əlimizdən gəlsə, öz üzərimizdə nəyi eləmişik, effektini görmüşük, məsləhət verərik. Hansı bizlik deyil, öz aramızda kim bacarır, tapşırırıq ki, məsələn, bu adam bacarmır, buna filan şeyi yönətmək lazımdır. Yəni, bir sözlə, baxın, görün, dünyada nələr edirlər, ağalar, bizim dünyamıza hökmdarlıq etmək istəyənlər. Baxın, yuxarıdan şey tökür, bomba tökür. Buna maraqlıdırmı oradakı kimdir, nədir? Bu dərmanı istehsal eləyən də, nələr adama rast gəlir, ona maraqlı deyil. Ona maraqlı sən ona nə